Deməli, şagirdlər, müəyyən səbəblərdən video yarımçıq qaldı. Biz bu misalı toplasaq necə yaza bilərik? Əvvəla, burada baxın bu hissəyə. Bu C variantından qalmışıq. 20, burada neçə gedəcək? 21, 20, buradan 19, 20-dən tərsinə gedir də 18, 17, 16, belə 1-ə qədər gəlir. Biz bilirik axı, mənfi A-nın üstə, yəni biri müsbət, biri mənfidirsə, bunların cəmi neçə eləyir? 0. Yəni 20 ilə bu 20 gedəcək. Buradakı 19-la buradakı 19 gedəcək. Hər neysə, 3-lər ixtisar edəcək, 2-lər mənfi 2-yə ixtisar edəcək, 1-lər mənfi 1-ə ixtisar edəcək. İxtisar getməyən bir ədəd varsa, o da mənfi 21 edəcək. D variantına baxırıq şagirdlər. Buradan 1 çıx 2, məsələn, bura mənfi 1 eləyəcək. 3 çıx 4, bura mənfi 1 eləyəcək. 97 çıx 98, bura mənfi 1 eləyəcək. 99 çıx 100, bura mənfi 1 eləyəcək. Bu neçə, 100-ün daxilində bu format neçə dəfə təkrarlanacaq? 50 dəfə. 50 dəfə təkrarlandığından 50 dəfə mənfi 1 alınacaq. Yəni mənfi 50. 89-cu misala, 90-cı səhifəyə baxırıq. 89-cu səhifədəki misallar həll olundu. Deməli, 10-cu misala baxırıq. Şərtlərə uyğun 3 nümunə göstərin. Göstərək. Fərqi mənfi ədəd olan 2 müsbət tam ədəd. 2 müsbət tam ədəd olsun. Məsələn, 4 olsun, bu da 8 olsun. Fərqi mənfi olsun. Normalda 8-dən 4 çıxanda 4, 4-dən 8 çıxanda mənfi 4. Fərqi müsbət olan 2 mənfi tam ədəd. Fərqi müsbət olsun. Məsələn, mənfi 4 çıxılsın. Tutaq ki, belə. Burada əvvəlki videoda da izah etdik. Yəni, əvvəlki video müəyyən səbəblərdən yarımçıq qalmışdı. Həmin videoya dönüb bir daha baxa bilərsiniz. Bura mənfi nə olacaq müsbət? Yəni, mənfi 4 üstəgəl 5, yox, 5 çıx mənfi 4 kimi baxacaq. Yəni, rahat olsun deyə 1. Fərqi nə oldu? Fərqi müsbət olan 2 mənfi tam ədəd alındı burada. C variantına baxırıq. A, B, burada C yazaq. Fərqi mənfi ədəd olan 2 mənfi tam ədəd. Bunların yerini dəyişək. Mənfi 5 çıx mənfi 4 bərabərdir. Bura nə olacaq? Müsbət. Yəni, mənfi 5 üstəgəl 4. O da nə deməkdir? 4 çıxılsın 5. Edəcək mənfi 1. D variantına baxırıq. Fərqi müsbət ədəd olan 2 müxtəlif işarəli ədəd. Fərqi müsbət olsun. Birinə 5 verək, birinə də ilə mənfi 4 verək. Bu müsbət ədəddir, bu da mənfi ədəddir üstündə göründüyü kimi. Bura nəyə çevriləcək mənfəli olduğuna? Yenə müsbətə. Yəni 5 plus 4 olacaq, bərabərdir 9. 11-ci çalışmaya baxırıq. Verilən ədədlərə algoritmi tətbiq etdikdə çıxışda hansı ədədlər alınır? Algoritmi tətbiq. Biraz çətin görünə bilər. Əslində çox rahatdır. A variantında x-a bir dəfə 1 veririk, bir dəfə mənfi 4 veririk, bir dəfə 6 veririk. Bu formada yazacaq. Çöldəki motor səsində elə videoya düşməyi əla oldu. Hər neysə, yazırıq A variantında. A bərabərdir, daha doğrusu x bərabərdir 1. Baxırıq, x-a 1 veririk elə. 1 bu qaydanı ödəyirmi? Yəni 3 1-dən böyük bərabərdir? Bəli. Demək, biz bura gəldik, bəli. Bəli deyirsə, hansı algoritmanı yerinə yetirməliyik bunu? 10 çıxılsın. X 1-də elə deyilmi? Mənfi 1 qoyuruq da onda. X-in özü 1-dirsə, mənfi x mənfi 1 deməkdir. Burada nə çıxacaq şagirdlər? 1. Moduldan mənfi 1-dən 1 çıxacaq. Yəni 10 çıxılsın 1 bərabərdir 9.
X-in növbəti qiyməti nədir? Mənfi 4. Aha, biz baxırıq bu qaydaya. Mənfi 4, 3 mənfi 4-dən böyükdür, bərabərdirmi? Bəli. Yenə bəlini seçirik. İndi qayda ilə bu tərəfə düşürük. 10 çıxılsın. Mənfi 4. Mənfi, zaten qabağında mənfi var. Bu mənfiyə biz dəymirik. X-in özünə verdik. Mənfi 4. Modulda da nə olsa modulun içində müsbət çıxmalıdır. Yəni 4 çıxacaq. Həm də mənfiyə vuranda da onsuz bunların ikisi müsbətdir. Müsbətdə yenə müsbət çıxacaq. Yəni 10 çıxılsın 4 bərabərdir 6. Növbə 6-ya 6-nı qoyaq yerinə. 6. Bu bərabərlik doğrudurmu? Xeyr. Bu bərabərlik doğru deyil. Xeyrə gəlir. Xeyr bizdən nə istəyir? Deyir ki, belə olanda x plus mənfi 3 qoyun. X-imiz nədir? 6. 6 plus mənfi 3. Bura müsbət, bura mənfi. Nəyi verəcək? Mənfini. Yəni 6 çıx 3 bərabərdir 3 deməkdir. Bu hissə də eləyəcək 3. Yəni 3, 6-ya qoysaq 3 alınacaq cavabımız. Növbəti deməli müsbət 3 elə. 3 böyükdür, bərabərdir 3-dən. Bəli, bu bərabərlik doğrudur. Biz buna yazırıq bəli. Bəli olduğu təqdirdə hansı hissəyə baxırdıq bu misala? 10 çıxılsın, modulda mənfi x bərabərdir. 10 çıxılsın, mənfinin yerinə nə qoyacaq? Burada x-in yerinə 3 qoyacaq, mənfi 3 bərabərdir. Bu hissədən nə çıxacaq? 3 modul olduğu üçün. 10 çıxılsın 3 də bizə verəcək 7. Növbəti 0. İndi 0, 3 böyükdür, bərabərdir 0-dan. Bəli, 3 böyükdür 0-dan. Bəli olanda yenə gətirib qoyuruq. 10 çıxılsın. Mənfi 0 yoxdur da, yəni 0 ilə 0-dır. O da bərabərdir 10. Yəni buradan 0 çıxacaq onsuz. Ondan da 0 çıxanda eləyəcək 10. Sonra növbəti baxırıq 5-ciyə. Buranı təmizləyək. 5 eləyəndə deyir ki, 3 böyükdür, bərabərdir 5-dən. Xeyr. Xeyr olanda hansı əməliyyatı yerinə yetirirdik? 3 plus mənfi, daha doğrusu 5. Bu 5-dir. 5 plus mənfi 3. Biri müsbət, biri mənfidirsə verəcək mənfini bizə. Yəni 5 çıx 3. Buradan 3 çıxacaq. Amma bura mənfi olsaydı, bura plus olardı. 5 üstə gəl 3 olardı. Nəysə, 5-dən çıxanda edir 2. Növbəti B variantına baxırıq. Eyni qayda ilə. Buradan deməli ilk 3-nü yazıram. Sonra qalanını özünüz yazarsınız. Y-ə veririk 5. Y-ə 5 verəndə mənfi 5 kiçikdir 5-dən. O da 4-də böyükdür müsbət 5-dən. Xeyr. Olunmur yəni. Yanlışdır. Xeyr yazanda gətirib qoyuruq yerinə mənfi y-in yerinə mənfi 5 qoyuruq. Bu misala baxırıq. Çıxılsın 6. Biri mənfi 5, 1. Yəni bunu belə edəcək. Mənfini mötərizə xaricdən çıxarırsaq 5 üstə gəl 6 deməkdir də bu. 5 üstə 6 gələndə 11. O da mənfi 11. Növbəti mənfi 6. Mənfi 5, mənfi 6 böyükdür mənfi 5-dən deyir. Yəni bu hissəsi görürük ki, səhvdir. Mənfi 6, mənfi 5-dən kiçikdir. Ona görə yenə xeyr hissəyə baxırıq. Mənfi y, mənfi y-in özü neçə oldu? Mənfi 6, çıx 6. Şərtlər hər iki tərəf, yəni mötərizənin xaricində mənfidir, mötərizənin daxilində mənfidir. Nə verəcək? Müsbət. Yəni demək istəyir 6 çıx 6 bərabərdir 0. Mənfi 6 qoyanda 0 aldıq. 5 qoyanda isə mənfi 11 almışdı. İndi 3-ü yoxlayaq burada. Mənfi 5 kiçikdir, bərabərdir 3-dən. 3 də kiçikdir, bərabərdir 4-dən. Bəli, doğrudur bu. Bəli olanda hansı istiqamətə baxırıq? Bura. Mənfi 4 çıx modulda y. Modulda yəni 3-ün y-in yerinə nə qoyacaq biz? 3-ü qoyuruq. Modulda 3 bərabərdir. Mənfi 4 çıx moduldan elə 3 çıxacaq. Çıxılsın 3 bərabərdir. Yəni mötərizə xaricdən çıxarsaq mənfi 4 üstə gəl 3 7 deməkdir. Elədimi? Mötərizənin də qabağında mənfi qalır. Mənfi 7. Növbəti.
12-ci suala baxırıq. 1-ci Roma imperatoru Oktavian Avqust eradan əvvəl 63-cü ildə anadan olub. Eradan əvvəl. Yəni biz bilirik də eradan əvvəl 6-cı sinif tarix kitablarında var. Bu 0-cı miladi tarixdir. Həzrət İsa'nın anadan olduğu tarix kimi hesablanır. Mənfi ədədlər kimi gedir. Yəni mənfi 1, mənfi 2 belə. Neçənci il anadan olub? Mənfi 63 deyək. Eradan əvvəl 63-cü ildə anadan olmuş və bizim eranın 14-cü ilində vəfat etmişdi. Bizim era. Yəni artıq normal. Bizim erada müsbətə doğru gedir də 2025, 2026 belə. 10-cu sıfırdan bu tərəfə gedir. 13 yaşında vəfat edib. Məsafəni hesablayanda necə hesablayırdıq? Modulda, elə deyilmi? 14 çıxılsın mənfi 63 bərabərdir. Bu nə deməkdir? Ya da belə də yaza bilərik. Mənfi 63 çıxılsın 14 eyni şey olacaq şərtlər bərabərdir. İkisi də mənfidir. Yəni 63 üstə 14 yəni neçə eləyir? 63 üstə 14 yəni də 77 eləyir. Modulda mənfi 77, o da bərabərdir 77. Yəni buradan bura məsafə 77-dir. 63 buradan, 14 də buradan. 77 il adam ömür yaşayıb. 13 termometr Bakı, Balakən, biraz bunu kiçildək səhifəmizi. Bakı, Balakəndə qış günlərinin birində günorta havanın temperaturu göstərilmişdi. Eyni vaxtda temperatur Şamaxı, Balakəndə 2 dərəcə yuxarı, Qubada isə 3 dərəcə aşağı oldu. Bu yerlərdən hansında temperatur ən aşağıdır? Əvvəla biz nə edirik? Tapırıq hər bir şəhərin öz temperaturunu. Bakıda burada göstərilib. Nə qədərdir? 2 dərəcədir, müsbət 2 dərəcədir. Balakəndə nə qədərdir? Balakəndə də mənfi 5 Selsidir. İndi Şamaxıda Balakəndən 2 dərəcə yuxarı. Şamaxıda Balakəndən mənfi 5-dən 2 dərəcə yuxarı. Nə deməkdir? Yəni mənfi 5 üstə gəl 2, 2 çıx 5 deməkdir də əslində. Yəni mənfi 3. Bir də qalır hansı şəhər? Quba. Qubada isə Şamaxıda Balakəndən 2 dərəcə yuxarı, Qubadan 3 dərəcə aşağı oldu. Bir dəqiqə şərhçilər, Quba necə tapırıq? Deməli, eyni vaxtda temperatur Şamaxıda Balakəndən 2 dərəcə yuxarı, Qubadan isə 3 dərəcə aşağı. Yəni, Balakəndə mənfi 5-dirsə, Qubada da 3 dərəcə aşağı olsa, olacaq mənfi 8. İndi başlayırıq əməliyyatlarımızı yerinə yetirək. Bu yerlərdən hansında temperatur ən aşağı olmuşdu? Ən aşağı deməli Quba olacaq. Çünki Qubada mənfi 8 dərəcədir. Buraya yazırıq Quba. Soyuqdan istiyə doğru düzlükdə Şamaxı hansı yerdə durur? Soyuqdan istiyə düzəndə yəni mənfi 8, mənfi 5, mənfi 3 və 2. Mənfi 3 Şamaxının deyiləmi? Deməli, Şamaxı hansı yerdə durur? 3-cü yerdə durur. Ən isti və ən soyuq olan yerlərdə temperatur fərqi nə qədərdir? Ən isti 2-dir. Ən soyuq olan yerdə isə nə qədərdir? Mənfi 8-dir. Bərabərdir. Mənfilər müsbətə çevriləcək. Mənfi, mənfi. Yəni, bu nə deməkdir? 2 üstə gəl 8. O da bərabərdir. 10 Selsi dərəcə müsbətdir. Ümumiyyətlə, temperatur fərqi deyil. 10 dərəcə yəni. Mənfi müsbətə baxmırıq burada. Növbəti. Marian çökəkliyinin dərinliyi dəniz səviyyəsindən 11.034 metr. Qara dənizin dərinliyi isə dəniz səviyyəsindən 2210 metrdir. Dəniz səviyyəsindən. Yəni aşağıda demək istəyir. Bu Mariandır. Mariana yazırıq. Mənfi 11.034. Aşağıda da dəniz səviyyəsi 0-dır. Qara dəniz nə qədərdir? Mənfi 2210 metrdir. Elbrus dağının zirvəsi isə 5642 metr yüksəklikdədir. Görürsünüz, yuxarıdadır, müsbət olacaq. Elbrusda 5642 metr yüksəkdədir. Bu obyektlərin dənizdən olan səviyyələrini mənfi müsbət ədədlərini müsbət ifadə elədik burada.
Everest gözümdən qaçıb. Everest də 8848, yəni bu da müsbət olacaq. Elbrus dağının zirvəsi ilə Qara dənizin dərinliyi arasında səviyyə fərqi. Uşaqlar, bunu belə düşünək. Bura 0 olsun ədəd oxunda. Elbrus müsbət elə deyilmi? Yəni müsbət 5642. Qara dəniz amma mənfidir. Mənfi 2210. Aradakı fərq deyir. Fərqimiz nə? Yəni məsafə deyəndə məsafə mənfi ola bilməz ümumiyyətlə. Tutaq ki, sən Xəzər dənizinin səviyyəsini ən dərin yerindən dəniz səviyyəsinə qədər olan məsafəni hesablayırsan. Tutaq ki, bu dəniz olsun. Bura qədər məsafəni hesablayanda biz buna mənfi deyə bilmirik. Elə deyilmi? Yəni burada da hündürlük fərqləri hesablananda, burada məsələn Marianla Everest hesablananda biz bura mənfi yox, müsbətlə götürəcəyik. İndi burada da hesablayanda yazırıq 5642 çıxılsın mənfi 2210. Onda mənfilər müsbətə çevrilir dediyim qayda ilə. Yəni bu nə deməkdir? 5642 üstəgəl 2210. Toplayanda 2, 4 üstə 1, 5, 6 üstə 2, 8, 5 üstə 2, 7. Yəni 7852. 7852. Yəni Elbrusdan və bu hissəyə qədər buranı soruşurdu. Ən dərin çökəklik və ən yüksək zirvə arasında səviyyə fərqi. Aha. Eyni qayda ilə şagirdlər. Ən yüksək nə qədər oldu? 8848 çıxılsın. Çıx. 11034. Burada nə olacaq? Mənfilər olduğundan müsbət, yəni toplayırıq. 11034-ün üstünə 8848 gəlirik. 4 üstə 8 gələndə 13, 1 yadda, 3 üstə 4 gələndə 7, 1 yadda 8, 0 üstə 8, 8, 1 üstə 8, 9, 1. Uşaqlar, burada bir səhv buraxdım, texniki səhv oldu. Onu da diqqətli olsanız özünüz tapıb rəy bölməsində qeyd edə bilərsiniz. O da edir 19883. Yəni buradan bura məsafə bu qədərdir. Növbəti videolarda görüşərik inşallah. Bu videonu da təkcə mən yazmadım, evdə olan 2 dənə kiçik şagird də yazdı, sağ olsunlar.